Bəli, dəyərli dostlar, yenə də bir söhbət zərurəti yarandı. Ona görə dedim sizlə fikirlərimi paylaşım. Hər halda marağınızın olduğunu hiss edirəm. Yəni, baxışlardan da görürəm ki, gün-gündən artır. Deməli, hər halda bu fikirlərimə maraq var sizdə və diqqətinizi cəlb edir. Yenə də Naxçıvana İranın hücum etməsindən danışacağım. Çünki hələ də aktualdır və həm də çox ciddi bir məsələdir, ciddi bir hadisədir. Təsəvvür edin, o qədər bir ciddi hadisədir ki, yəni artıq dünya belə dövlətləri bu məsələyə həm münasibətlərini bildirirlər, həm mövqelərini bildirirlər, həm də müzakirə edirlər. Yəni dünya mətbuatı demək olar ki, minlərlə mətbu orqanda, dünyanın ayrı-ayrı ölkələrinin mətbu orqanlarında bu barədə yazılıb və yazılır. Yəni müzakirə olunur, təhlil mövzusuna çevrilir. Mən nədən danışmaq istəyirəm bu məsələdən? Son günlər sosial şəbəkələrdə İranın, belə deyək, təhqir eləməyim kimisə, amma onlar hər cür əslində aşağı sözlərə layiqdir, amma yenə də biz öz tərbiyyəmizi qoruyaq. İranın yandaşları, yandaş sosial şəbəkə istifadəçiləri, misal üçün, bir argumentdə irəli sürürlər ki, İlham Əliyev nədən, misal üçün, 30 nəfər, 36 nəfər Azərbaycanlının, 37 nəfər idi. Azərbaycanlının ölümü ilə nəticələnən təyyarə qəzasına görə Rusiyaya belə qəzəb nümayiş elətdirmədi. Amma İrana, biz ölüm bitimi yoxdur, amma İrana belə qəzəb nümayiş elətdirir. İranı hətta təhqir belə edir. Aşağı sözlərlə İranın ünvanına xitab edir. Yəni, belə bir argument irəli sürürlər və deyirlər ki, yəni, İran dardadır güya belə bizim güya dilimiz açılır və Rusiya güclüdür deyənə güya biz onun qarşısından geri durmuşuq və yaxud da zəif danışmışıq. İlham Əliyev güya zəif mövqeyi. Əslində məsələ elə deyil. Məsələ necədir? Birinci hadisə, yəni təyyarə terroru, təyyarəmizə qarşı olan terror birinci Rusiya ərazisində baş vermişdir və bu terror hadisəsidir və bu cür hallarda savaş elanı hesab olunmur bu cür hallar. Yəni, çünki Rusiya onu əsaslandıra bilər ki, mən sabah müharibə aparan ölkəyəm, zərurət yaranıb, izahat verərdi, üzr istəyərdi, təzminat verərdi və bundan da hamı da deyər ki, aferin. Hətta artırılmasına təzminat verərdi. Hamı da başa düşərdi və dünya da başa düşərdi və hətta Azərbaycan etiraz eləsə belə digər dünya, Rusiyanın hətta rəqib olan dünya ölkələrdə deyər ki, bu müharibə aparan ölkədir. Qardaş, burada ola bilər belə bir hadisə. Yəni, dronu vura bilməyiblər, götürür və yaxud da hansısa əskərin naşılığı və yaxud da keyfiyyətsiz hərbi texnika, yəni buna səbəb olub. Yəni, bu şəkildə argumentləşdirə bilərlər. Yəni, buna görə bizim Azərbaycan dövləti bu günə qədər də nə lazımsa, nə gərəkirsə, hansı formada gərəkirsə, o mövqeyi də ifadə edir. Yəni, bundan artıq biz Rusiyaya nə edə bilərik? Yəni, nə etirazımızın nəticəsində nə hansı addımlar atılmalıdır, yəni hansı Rusiyaya qarşı addımlar ata biləriksə atmışıq. İranın məsələsinə gəlincəsə, bu artıq Azərbaycan arasında hücumdur, qardaş. Bu hücumdur. İran Azərbaycan arasında dronlarla hücum edir və bu təsadüfi, belə deyək, dron yağışı deyil, qəlpə yağışı deyil bu. Hansısa raketin iz azması deyil, istiqamət dəyişməsi deyil. Bu bir neçə dronla məqsədli şəkildə, məqsədyönlü şəkildə konkret hədəflərə doğru yürüyən, şütüyən dronların, belə deyək, iştirakı ilə baş vermiş hadisədir və bu, indi prezident onu terror deyil. Mən əslində deyirəm ki, terror yox, bu artıq savaş elanıdır. İran bizə qarşı döyüşdü sanki, hətta yəni o sınıq-salxaqlığını da göstərdi. Yəni bu döyüşdə belə nə qədər aciz olduğunu da göstərdi. Yəni onlar hələ də zənn edirlər ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan güya yerində sahib. Onlar başa düşmürlər ki, İran nə qədər güclü olsa belə, yəni İranın ən azından yarısı Azərbaycandır və bu Azərbaycanla hansısa formada hərbi baxımdan toqquşmayacaq. Bundan əlavə Şimali Azərbaycan, Quzey Azərbaycan yetərincə güclüdür ki, istənilən formada İranla baş-başa gəlsin. Yəni, bu o demək deyil ki, biz İranı zəif görürük, zəif düşürük. Amma ən azından İranın qabağından qaçası ölkə deyilik və qaçmayacaqlar. Deyirlər, ay, Türkiyə arxayındır falan, qardaş,
Təbii ki, Türkiyəyə də arxayınıq. Türkiyə də bizim qardaşımızdır və güvənirik. Amma hamıdan birinci biz öz vətəndaşımıza, öz milli qeyrətimizə, öz dövlətimizə, öz xalqımıza arxayınıq. İstənilən halda Azərbaycan bir olmalıdır. Təbriz Azərbaycan şəhəridir, Ərdəbil Azərbaycan şəhəridir, Urmiya Azərbaycan şəhəridir, Zəncan Azərbaycan şəhəridir, Sulduz Azərbaycan şəhəridir. Yəni adlarını yadından çıxartdığımdan yüzlərlə şəhərimiz bu günləri Fars Molla rejiminin işğal altındadır və inşallah ki azad olunacaq. Biz o gün görəcəyik. Yenə də ənənəvi olaraq hər birinizə can sağlığı arzulayıram. Tanrı Türkü qorusun, Tanrı millətimizi, dövlətimizi qorusun. Böyük Azərbaycanda görüşənədək. Təşəkkür.